Salam əziz izləyicilər, mən evdə deməli ev yapımı belə deyək, maya hazırlamışam. Öz dilimizdə desək, yəni köhnə dillə əvvəl biz necə bu xəmiri tanımışıq, ac xəmirə kimi, həmin ac xəmirəni hazırlamışam. Türklər buna ekşi maya deyirlər. Balata da deyirlər bizdə buna. Mən ac xəmirə kimi tanıyıram. Deməli ki, çay hazırlama qaydasından bizə 1 stəkan burada 1 fincan daha doğrusu qatıq lazımdır. Fərqi yoxdur. 1 fincan və yaxud 1 armudu stəkan, yəni nə qədər qatıqdırsa, həmən qədər də undan istifadə edirəm. 1 fincan qatıq, 1 fincan un. Bunları yaxşı-yaxşı qarışdırıram. Çalışıram ki, içərisində un qalmasın. Tam bir-birinə həll olandan sonra qabı örtüb bükürəm xəmiri. Təsəvvür eləyin, qatığı mayalandıranda necə büküb isti yerdə saxlamaq lazımdır. Bu da eynən elədir. Mən sadəcə bunu dəsmala büküb mətbəxdə dolaba qoyuram. Yəni mətbəx həmişə isti olduğuna görə həm də dolabın içərisi örtəndə qapısının qaranlıq olur da, belə deyək. Bu formada saxlayıram. Bir gün keçəndən sonra təzədən xəmiri götürürəm. Deməli, bugün bizim xəmirimizin ikinci günüdür də. Dünən elə bil hazırladım. Bu günləri təzədən açıb baxıram. Çox az içərisində, çox az deyək ki, köpüklər əmələ gəlib. Yenidən üzərinə un əlavə eləyirəm burada. Deməli, 4 xörək qaşığı un əlavə eləyib qarışdırıram. Hər dəfəsində qarışdırmaq, çox qarışdırmaq lazımdır ki, içərisində un qalmasın, tam bir-birinə həll olsun. Tamam həll olandan sonra yenidən bura eynən 4 qaşıq un əlavə etmişdim. 4 qaşıq da, yəni 10 qədər də su əlavə edirəm. Yenə qarışdırıram yaxşı-yaxşı, tam bir-birinə həll olandan sonra yenidən xəmiri büküb göndərirəm dolaba. Yenə bir gün qalandan sonra elə bil keçəcək 3-cü gündə. 3-cü gündə təzədən bu xəmiri götürüb yenidən baxaq ki, xəmirimiz nə görkəmdədir. 3-cü gün xəmirimizi götürürəm. Daha doğrusu mayamızı. Və burada hiss eləyirsinizsə, daha doğrusu burada görünür ki, köpüklər əmələ gəlib. Yəni xəmirim istədiyim kimi maya alınır. Yenidən 4 xörək qaşığı ununu əlavə eləyib qarışdırıram. Yaxşı-yaxşı qarışdırıram. Baxıram xəmir çox sıx olmasın, 1 qaşıq da əlavə eləyirəm. Tam həll olana qədər o qədər qarışdırıram ki, demək olar ki, qaşığa xəmir yapışmır. O dərəcədə, yəni qarışdırmaq lazımdır. Bu dəfə su əlavə eləmədim. Baxın, xəmir qaşığa yapışmır. Mən hər dəfə xəmiri yoğuranda da bu formada deyirəm. Xəmiri çoxlu yoğurmaq lazımdır ki, gözəl xəmir əldə edək. Mayanı da həmən formada yenə deyirəm ki, çoxlu qarışdırmaq lazımdır ki, o qədər qarışdırıram ki, yəni axırıncı unu qatmağımdır bu. Xəmirimiz qaşığa yapışmır. Yenidən göndərirəm dolaba. Bir gün qalandan sonra 4-cü günü çıxardıram. Bizim mayamız tam hazırdır. Əsl mənim istədiyim kimi, yəni maya əldə etdim. Baxın, çəkilişdən qabaq qapağını açmışdım. Hətta qab dolmuşdu. Kənarları da biraz demək olar xəmirə batmışdı. Yəni görmək üçün ki, mən çəkilişə başlayanda. Sonra təzədən elə bil çəkilişdə göstərirəm. Burada tam istədiyim kimi maya əldə etdim. Siz də bu cür hazırlasanız çox gözəl ac xəmiri əldə etmiş olarsınız və bütün xəmirlərinizi könül rahatlığı ilə bu ac xəmirə ilə hazırlaya bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.